Bugün müştərimizin sifariş etdiyi 2 ədəd Gəncə səbəti hazırlandı. 2 ədəd imkansız ailə üçün nəzərdə tutuldu bu bazarlıqlar. Deməli, bazarlığımızın tərkibində dana belətindən hazırlanan bastırması, kəm çolpamız var, qara tikə yerli sor sümüksüz dana ətimiz var bazarlığımızın tərkibində. Qəşəng qarışıq turşuları, hamısı gözəlliyi, keyfiyyətlisi qoyulub hazırlanıbdır. Hər bazarlıqda bir ədəd bütöv quzu gedəcəkdir səbətin tərkibində. Dediyimiz kimi bu səbət hərəsi bir ailəyə veriləcəkdir. 2 ədəd imkansız ailə üçün hazırlanır. Göy kətələridir, gözəl qaydada bişirilib hazırlanıbdır. Qarışıq göylərdən, ən keyfiyyətli məhsullardan hazırlanıb. Közdə pişən Gəncə paxlavasıdır. Arqoz dəpəsindən bişib hazırlanıb. Yuxamızdır. Şirin çörəyidir, çovdar ununun çörəyidir. Bazarımızın tərkibində camış südün üzündən yığılan camış qaymağımız var burada. Sonra burada varımızdır, xalis qatıqdan hazırlanan nəhrə yağımız var burada. Qəşəng yağlı üzdü inək pendirimiz var burada. 1 kiloqram yağlı şoru var. Üzdü camış südündən hazırlanan camış qatığımız var. Qoyun motal pendirimiz var. Dövğamız var. Sonra var burada mürəbbəmiz, qəşəng seçmə. Günəbaxan yağımız var. Hər bazarlığa yenə hər biri bir ədəd qoyulacaq. Seçmə meyvələri də hamısının yenə gözəli, ən keyfiyyətlisi yığılıb, seçilib, hazırlanıb. Gəncə göyərtisinə kimi bazarlığın tərkibində yer alıbdır. Yəni müştərimiz hər şeyin gözünü seçib. Ləpələrin hamısını dəndən seçib hazırlamışıq. Qozu, fındığı, badamı, ağqara kişmişi. Burada sonra xalis pətək balına kimi müştərimiz nəzərdə tutub. Yerli sort moruğa kimi qoyulubdur. Müştərimiz yəni 2 ədəd imkansız ailə üçün və gördüyümüz kimi hər şeyin ən yüksək keyfiyyətli olmasını dönə-dönə deyib və biz də həmişə olduğu kimi hər şeyin ən yüksək qaydada hazırlayıb təhvil verəcəyik. Əla, gözəl bir bazarlıq hazırlandı.